Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və bihi nəstəin. Əyyam-ı Fatimiyyə, xanım Zəhra sallallahu əleyhanın şəhadət günləri davam edir. Bu şəhadət günlərində xanım Zəhra sallallahu əleyha ilə bağlı olduğuna görə bir məsələni də gündəmə gətirmək yerinə düşərdi. O da fədək məsələsidir. Məşhur fədək məsələsi tarixdə çox müzakirələrə səbəb olub və tarixi mənbələrdə və digər hədislərdə də öz əksini tapmış bir məsələdir. Bəzən irad edirlər ki, xanım məsum bir şəxsiyyət idi. Təqvalı, dünyaya bağlı olmayan bir şəxsiyyət idi. Niyə bir bağ üçün bu qədər çalışırdı ki, onu geri alsın, əldə etsin? Yəni bir bağ və yaxud bir neçə xurma ağacının əldə etmək üçün bu qədər əziyyət çəkməyə dəyərmi? Axı xanım dünyaya bağlı olan bir xanım olmayıb. Axı xanım təqvalı, imanlı bir xanım olub. Fədək Həzrəti Peyğəmbərimiz tərəfindən xanım Zəhra sallallahu əleyhaya verilən bir xurma bağı idi. Amma zorla əlindən alındı və qəsb olundu. İndi əgər qəsb olunmuşdusa, irad bildirdilər ki, artıq xanım niyə bundan əl çəkmədi və bunun əldə olunması üçün bu qədər çalışdı. Bir halda ki, xanım sallallahu əleyha barəsində Qur'an-ı Kərimdə ayə var. İnsan surəsi 8 və 9-cu ayə xanımın və xanımın ailə üzvlərinin səxavətli olduğunu, hətta öz haqlarını, özlərinin ehtiyac olduğu şeyi Allah yolunda fəqirə, yetimə, kasıba verməyi buyurur. Allah Teala bu ayələrdə buyurur ki: "Və yut'imunət ta'ama ala hubbihi miskinan və yetiman və asira. İnnema nut'imukum liwajhillah la nuridu minkum cəzaən və la şəkura." Allah bu ayədə buyurur ki, Əhl-i Beyt əleyhissalam, yəni xanım Zəhra sallallahu əleyha və onun ailə üzvləri özlərinin ehtiyac olduğu yeməyi iftar vaxtında miskinə verdilər, yetimə verdilər, əsirə verdilər və verməkdə də məqsədləri bu idi ki, onlardan heç bir təşəkkür və qarşılıq gözləmirdilər, Allaha xatir verdilər. Belə bir şəxs ki, öz haqqından keçib, öz ehtiyacı olduğunu Allah yolunda verməyə hazırdırsa, niyə bağ üçün və yaxud bir neçə xurma ağacı üçün bu qədər çalışırdı? Hələ onu da isar edərdi və yaxud səxavətlik göstərib ondan keçərdi. Burada iki məsələ var. Birinci məsələ bundan ibarətdir ki, olsun bir bağ və ya bir ağac hər kəsin, yəni dəyərindən asılı olmayaraq, hər kəsin haqqı əlindən alınırsa, o məzlumdur. Yəni zorla haqqı əlindən alınırsa, o məzlumdur. Və hər bir məzlum insanda öz haqqını əldə etmək üçün çalışması onun şərii və dini bir vəzifəsidir. Hər bir insana vacibdir ki, əgər məzlumdursa, zalimdən öz haqqını geri alsın. Bunun üçün çalışsın, bunun üçün səy göstərsin. Bir var, sən özün verirsən, yəni ayə tamamilə bunun əksidir, yəni başqa bir məsələdir. Bir var, sən özün verirsən, xanım, o yeməyi verəndə onlar özləri öz xoşu ilə isar edirdilər, səxavət göstərirdilər. Bir var, insan özü öz malını kiməsə verir, təqdim edir, bu səxavətdir. Bir də var ki, yox, sən vermək istəmirsən, amma səndən zorla alınır. Bu artıq qəsbdir, bu oğurluqdur və bu oğurluq və qəsb olunan bir şey kimdənsə alınıb, o məzlumdur və kimsə zorla alıb qəsb edib, o da zalimdir. İndi məzlumun zalimdən öz haqqını alması bu şərii bir borcdur, şərii bir vəzifədir ki, xanım bunu edirdi. Fədək zorla alınmışdı. Ona görə xanım öz əlindən zorla alınan bir haqqını geri almaq istəyirdi. Amma ayədə qeyd olunan o yemək vermək isə bu səxavətlilik idi, bu isar idi. Ona görə fərqli məsələlərdir. Bu birinci məsələ. İkinci məsələ bundan ibarətdir ki, xanım özü, xanım Zəhra sallallahu əleyha bir şəxsiyyətdir. Tanınmış bir şəxsiyyətdir. Həzrəti Peyğəmbərimizin qızıdır.
məsumdur. Bütün xanımlara və nəinki xanımlara, bütün bəşəriyyətə bir örnək və nümunədir. Cəmiyyət belə şəxslərdən nümunə götürür. Cəmiyyət belə şəxslərə baxır və onlara uyğun hərəkət etmək istəyir. Burada bağdan söhbət getmir. Yəni söhbət burada bağ məsələsi deyil. Olsun bağ və yaxud digər bir hər hansı bir şey. Əgər xanım öz haqqını müdafiə etməsəydi, yəni bu məsələdə əgər xanım öz haqqını müdafiə etməsəydi, o bağın, yəni əlindən alınan haqqın geri alınması üçün çalışmasaydı, gələcək nəsil, cəmiyyətlər o xanımdan nə örnək götürərdilər? Axı xanım öndərdir. Xanım nümunə götürüləsi bir şəxsiyyətdir. İnsanlar və gələcək nəsil ondan nə örnək götürəcəkdilər? Bu örnəyi götürəcəkdilər ki, bəli, xanım əgər öndərdirsə, xanım nümunəvi bir şəxsiyyətdirsə, deməli onun haqqı əlindən alınanda susubsa, biz də susmalıyıq. Və bizim də haqqımız əlimizdən alınanda ki, necə ki alınır, qəsb olunur, bizə deyərdilər ki, düşmənlər birinci sözləri bizə bu olacaq idi ki, sizin öndərləriniz, sizin dəyərli şəxsiyyətləriniz, dəyərli bildiyiniz, məsum bildiyiniz şəxsiyyətləriniz, onlar haqları əlindən alınanda susublar, evlərində oturublar, haqlarını tələb etməyiblər. Siz də əgər onları öndər seçmisinizsə, gərək haqlarınız əlinizdən alınanda haqqı geri almağa çalışmayasınız. Xanım ümumiyyətlə insanlara demək istəyirdi, gələcək nəsillərə göstərmək istəyirdi ki, hər hansı bir haqqınız əlinizdən alınırsa, bu haqqı əldə etmək üçün siz ayağa qalxın, çalışın və haqqınızı geri alın. Belə olmasa, o zaman bu məzlumiyyət yox, artıq zülmü qəbul etmək olar. İnsan gərək zülmü qəbul etməsin. Xanım bu məsələ ilə bax bunu bütün cəmiyyətə, gələcək nəsillərə çatdırmaq istəyirdi.